Sabahınız xeyir olsun. Qarabağ Karvan Yevlax oyununa mətbuat konferansımız devam ediyor. Axşamınız xeyir olsun, salamlar müəlliminizi. Öncə bölümü təbrik edirəm. Allah razıyam. Uzun bir sürən fasilədən sonra gəldi. Milli Liqaya qayıtdı baş məşqçi olaraq. Qarşıdakı oyunlarda uğurlar arzulayıram ona. Futbolçularını təbrik edirəm. Çox vacib işğal idi. O qədər bizim üçün asan da olmadı bu oyun. Amma çox vacib olan işğal əldə elədik. Və suallarınızı dinləyirəm. Buyurun, sualları verə bilərik. Sənə buyurun. Qəribə məsələ təbrik edirəm. Sizi ötən mövsümləri müqayisə edəndə, hətta belə bir söz deyil, Qarabağ ikinci heyətlərində güclüdür. Elə gəlmir ki, indiki ikinci heyətimiz bir qədər Ola bilər, amma inanın ki, bizim üçün heç də asan deyil də. Çünki Əlaqüstə biz səfərdə oynayanda bizim belə Avropa oyundan sonra demək olar ki, futbolçuların hazırlıq səviyyəsi bəlkə də bir 30-40% düşür aşağı. Çünki istədiyimiz məşqləri eləyə bilmirik, çünki şərait o qədər də olmur, vaxtımız olmur, yolda keçiririk və demək olar ki, bir 3 gün, 4 günə yaxın belə dizbalans olur komandada. Çox elə də asan deyil və əlaqüstə bugünkü heyəti götürsə neçə futbolçu deyək də, öz idman formasından çox uzaqdır. Həmişə də bilirsiniz ki, ilk dəqiqələrdə meydanda olmaq da asan deyil o idman ritminə düşmək, oyun ritminə düşmək. Nə qədər vaxt zədədən sonra qayıtmışdı ki, oyun öldü. Montiel nə qədər vaxt idi və digərləri hansı ki, bərabər neçə oyunu oynanmadı. Bunların idman formasını ritmə düşmək, bir 2-3 minimum oyun oynayasan ki, biraz öz güclərini belə düzgün paylaşdıra bilsinlər. Belə asan deyil. Yəni, əsas problem biraz bundadır. Amma hər bir halda biz risklərə getmək istəmirik. Çünki vacib oyunlar olsa da hər biri bizim üçün bəzən futbolçularımızı qorumaq, onların bərpasını etmək bizim üçün daha vacibdir. Biz oyunu məlum olmağa belə anlarda hazırıq, nəinki futbolçularımız. Elə oradakı oyunda da gördüyünüz kimi həm Mateus ədələsində biraz ağrı hiss elədi, həm Leo ağrı hiss elədi. Kevin məlumdur, Bəhlulda da biraz həm yorğunluq vardı, həm sərtlik vardı. Ona görə biraz bu günləri ümumiyyətcə onları heç salmadıq belə. Nəyi demək istəyirəm ki, yəni digərləri, məsələn, hansı ki, ilk 11-lik belə deyək də, onlar yorğun olsa da oyun ritmindən düşmürlər. Amma digərləri isə o bilirlər, hansı ki, həm məşqdən biraz uzaq olurlar, həm də oyunlardan daha az keçirlər oyunlarda. Bu biraz çox ciddi bizim üçün problem yaşadır. Yəni, bəlkə kənardan deyə bilərik belə adlar var, amma o adların da sənin istədiyin formasında olmayanda. Amma şükürlər olsun Allah, belə yavaş-yavaş çalışırıq formaslaşdırmağa. Amma ilin sonuna gəldikcə biraz zədələrin sayı artır. Ciddi problem olur, hansı ki, əlaqüstə vacib oyunlardan öncə, indi kubok oyunu gəlir, çempionat oyunları gəlir, buraxılmış oyun olacaq, belə çox, son bilmirəm, heç saydım, 7 oyun son şəkildə 7 oyunumuz olacaq. Yəni, bunlar heç də asan deyil, amma hər bir halda bizim üzərimizə böyük məsuliyyət düşür, amma futbolçuların üzərinə daha da çox böyük məsuliyyət düşür ki, onlar özlərini belə oyunlara hazırlasınlar. Buna görə həm də ki, digər komandalar da biraz başqa cür oynayırlar, başqa cür çempionat sanki biraz fərqli gedir. Əvvəllər bəlkə müdafiədə daha çox səhv edirdi istənilən komanda, amma get-gedə hamı minimum müdafiəni daha da yaşlaşdırmağa və biraz da tempi salmağa, bu da biraz istərsən, biraz mane olur. Belə yavaş-yavaş
çalışırıq da gedirik yavaş-yavaş. Buyurun Səməd. İcra komitəsi ilə bağlı əlbəttə ki, əvvəlcədən bildirilir ki, hansı tarixdə olacaq, necə olacaq və hamıdan da soruşulur ki, vaxtınız, saatınız. Çünki orada yəni hərə belə deyək də bir iş başında olan insanlardır. Hamının bir yerə yığmaq əlbəttə ki, hansı bir olmalıdır və həmin günü bir var məsələn tək mənim məsələn vaxtım olmasın, bir də var ki, bir 5 nəfərin məsələn o gün Bakıda olmasın. Belə olduğunda əlbəttə ki, azı götürürlər. Belə normal bir prosesdir. Çünki ikinci ya üçüncü dəfə deyəsən belə bu üst-üstə düşür belə, bəlkə yayınır. Amma ümumən yəni bütün qərarlar hamısı göndərilir, bütün hamı icra komitəsi üzvlərinə bildirilir. Əvvəlcədən almış. Belə yəni orada mən ciddi bir problem görmürəm. Qaldı ki, Mateusla Yankoviçin arasındakı münaqişəyə, kiçik bir münaqişəyə, hansı ki, ümumiyyətlə futbol emosional oyundur. Yəni, biz çox şahid olmuşuq belə halların, bundan çox belə sərt halların da şahid olmuşuq. Amma hər bir halda özlərini əlbəttə ki, biraz belə oyunlarda emosionlarını qoruyub saxlamalıdırlar. Çünki oyunun gedişatına təsir edə bilər. Yəni, ümumi fikirlərimi bildirmişəm. Yəni, belə deyək də, bu mövzuya çox ciddi diqqət ayırmışam. Belə danışarıq. Buyurun. Normal yanaşmadır. Yəni, ümumi gedişata baxılır. Əlbəttə ki, çox vacib oyun doğrudan da. Bəlkə də azarkeşlər məndən daha çox baxırlar o tablisəyə, məndən daha çox o oyunları analiz edirlər. Hansı ki, bəlkə mənim heç bəzi detallara mən toxunmuram, amma azarkeşlər görsə onu müzakirə edirlər. Buna görə normal yanaşıram mən buna. Bu, əksinə bizə belə deyək, biraz da göstərir ki, daha da çox diqqət ayırmalıyıq. Məncə, futbolçulara bunun müsbət təsiri olar. Hər bir halda qarşıdakı günlərdə çalışacaq, çempionat oyununa hazırlaşa o oyunda. Qurban bəy Qarabağ Çempionlar Liqasında 7 xalla 19-cu pillədə Ajax isə 0-la son 36-cı yerdə qərarlaşıb. Sizcə bu komandanız üçün üstünlük sayıla bilərmi? Bu turnirdə baxmayaraq ki, 0 xalları var. Yəni belə bir bilmirəm oyunlarına baxırsınız, baxmırsınız. Ümumiyyətcə Ajaxın öz əlbəttə ki, oyun fəlsəfəsi var, öz özəlliyi var. Hansı ki, neçə oyuna baxmışam. Yəni rəqibindən heç də aşağı səviyyədə oynamayıb. Əksinə, hətta son oyunda, Benfica'nın oyunda elə bunların daha çox gol epizodları oldu, nəinki rəqibin. Ümumən, yəni bu cür yanaşma məni bəlkə narahat edə bilər. Sanki qalibiyyət bizimdir, sanki sonda gedən komandaya qarşı oynayırıq. Biraz bundan uzaqlaşmaq lazımdır. Amma hər bir halda dediyim kimi, yəni mən bu şeyləri normal qəbul edirəm ki, mən fikirlər formalaşır azarkeşlərin, hansı ki, bu bizə olan inamlarından, bizə olan diqqətlərindən. Yəni, onlar da, belə deyək də, qarşıdakı oyunlara gözünü dikiblər. Elə ilk olaraq bizə ki, bizdən 3 xal götürsünlər, amma
Yəni görünür ki, çox ciddi və çox diqqətli olmalıyıq. Peki. Həmçəvanın sualını davam etdirmək istəyirəm. Bəlkə də tezi çox təkrar istəyirəm. Liverpool barədə soruşacağam. Sonuncu maçda, amma hər şey ola bilər də Ajax'la oyunda da xalat. Bəlkə Kemp'dəki maç da bir həlledici ola bilər. Liverpool'u rəqib olaraq daha yaxından izləyirsinizmi? Yəni bu gidişatı izləyirsiniz ki, misal üçün yanvarın sonunda necə ola bilər? İstifadə edə bilər. Liverpool ümumiyyətcə, yəni bəzən avtomatik olaraq izləyirik. Çünki elə oyunlar olur ki, biz onlarla oynamasaq da, oynamayası olsaq da, yəni elə bir oyunlara çıxırlar ki, oyunları biz izləyirik. O ki, qaldı oyunun həll edici olmasına, yəni hər şey ola bilər. Amma hər bir halda istənilən komandada müəyyən periyod olur, hansı ki, idman formasından uzaq olur. Görürsən, mən məsələn özümüzü belə deyək ki, keçən biz Avroliqadakı bizim çıxışımıza baxsaq, cəmi 3 halımız oldu da, biz də sonuncu yerdə oldu. Amma bizim 4 oyunumuz oldu ki, biz oyun olaraq, qol epizodları olaraq biz rəqibdən üstün idik. İndi ola bilər hansısa bir bizim qismətimiz deyil. Sadəcə biz ola bilər ki, nəyisə bəlkə içəridə səhv etmişdik, nəyisə bəlkə kollektivdə hansısa bir bəlkə yaxşı belə də dostluq yox idi. Yəni, bəzən olur belə hallar, amma hər bir halda yəni, belə klublar çox tez o vəziyyətdən çıxırlar. Premier Liga yəni, bir şey bilirik ki, nömrə 1-dir. Ora biz imkanımız varsa ora saxlanmaq lazımdır. Çalışıb əvvəlki oyunlarda daha aktiv olmağa. Juninho gedişindən sonra ikincisi olmuş. Komandada qalib oldu. Bu Çempionlar Liqası məsələləri tərtib edildi. İşte bu tip bir hücumsuz transferlə bağlı danışıqlar gedir. Bir də ki, bu azarkeşlər arasında Kuhalski'nin gedişi ilə bağlı narahatçılıq var. Bəzi klublara gedə bilər. Ümumiyyətlə, Kuhalski ilə bağlı tərəfdarlar arasında təklif olunur. Mən əvvəl də, bundan əvvəl də bəlkə bir 2 mətbuat konfransı öncə mən hər xəttdə mən oyunçu axtarıram. İstər hücum xətti olsun, istər orta sahə olsun, istər müdafiə xətti olsun. Çünki bizim buna ehtiyacımız var. Bəzi dəyişikliklər, hansı ki, bəzi daha sağlam olmağa bizə bunun ehtiyacımız var. Amma bəli, Juninho yaxşı futbolçuydu, yaxşı oyunları, yaxşı qolları oldu. Amma necə ki, bəzi futbolçulardan mən onların stabilliyindən narazı idim, elə Juninho'nun da stabilliyindən narazı idim. İl boyu bu gedən bir prosesdir. Amma onun özəlliklərindən belə deyək, bir cür istifadə edirdim mən. Amma əlimdə olan futbolçuların özəlliyindən başqa cür istifadə edirəm. Əlbəttə ki, elə bir oyuncunun da komanda olmasına mən yox deməzdim. Və belə qış aylarında da elə indidən yəni, demək olar ki, hər gün işlər gedir, axtarır. İmkan olduğunda mütləq 1, 2, 3 olsa oyuncu biz götürəcəyik komandaya. Qaldı ki, Kuhalski ilə bağlı belə bizə rəsmi təklifi yoxdur, amma mən belə tələsmək lazımdır. Ümumiyyətcə, əgər bir oyuncu, o cümlədən qapıcı, əgər indi inkişaf etməyə başlayırsa, indi öz potensialını üzə çıxarmağa başlayırsa, özü də bunu məncə çox gözəl başa düşür, tələsmək lazımdır. Əksinə, belə bir şansdan daha da istifadə lazımdır ki, burada əgər bu oyuncuya çox güvənilirsə, bunun oynama ehtimalı daha çoxdursa, bunun təcrübə toplama ehtimalı daha çoxdursa, bəzən tələsmək lazımdır. Mənə gəlir ki, hələ lazım olsa, belə bir danışıqlar da gedəcək. Amma hələ ki, elə bir rəsmi təklif bizə yoxdur. Zəhmət olursa bizə razılaşmadığınız məqamlar var. Burada biraz fikir bildirməyə mənim düzgün olmaz. Bayaqlarım mən çox müsahibə verirəm. Uşaqlarıma vaxt ayırmaq istəyirəm. Yəni o bazıları çox vaxt keçirir.
İnanın ki, mən bəzən belə deyək də, bizim komandanın deyək də, bizim Qarabağ futbolçularının iş tecrübünə baxanda bəzən belə yazığım gəlir desəm, biraz bəlkə ağır hallanar, ağır adlanar. Amma ümumən belə yəni istəyirəm ki, bəzən onları bir ay belə buraxmağa ki, gedin futboldan uzaq olun. İnan ki, onlar üçün heç də asan deyil. Çünki bu futbol özdəki biz istənilən turnirdə, istənilən oyunda biz nəticə verməliyik. Belə olsun Allah, komanda elə bir yerə gəlib çıxıb ki, yəni burada həm Çempionlar Liqası olsun, həm öz çempionatımız olsun, həm kubok olsun, həm milli komanda olsun. Bunların bir normal bir istirahət vaxtı yoxdur. Gedirlər, evdə yatdılar, səhər durdular, gəlirlər bazaya, yenidən eyni təkrar. Yəni bura nəinki fiziki güc, hətta psixoloji adam çatdırmır. Mən özüm məsələn belə deyək də, baş məşqçi olaraq mənim üçün yəni heç asan deyil. Hansı ki, mən o fiziki gücü bir o qədər məsələn hiss etmirəm. Hansı ki, mən başqa yöndə mənim işim gedir. Yəni onları başa düşmək lazımdır. O uşaqları başa düşmək lazımdır. İnanın ki, zaten onlar kimin üçün oynayır ki? Elə bizim üçün, xalqımız üçün, ailəsi üçün. Çox adam var ki, bəli, fikirləşirlər ki, mən də futbolçu olmaq istəyirəm gələcəkdə, mənim də övladım futbolçu olsun, mənim də olsun. Amma inan ki, belə bunlar sanki seçilmiş insanlardır. Döyülən də onlar, söylən də onlar, nə bilim, hər tərəfdən, yəni nəsə bir çalışmazlıq oldusa, həm media tərəfdən, azarkeş tərəfdən, rəhbər tərəfdən, məşqçi tərəfdən, bəlkə də böyük valideyn tərəfdən onların üzərinə gedilir. Onlar çox böyük belə deyək də, təzyiqlərə məruz qalırlar. Ona görə onları başa düşmək lazımdır və əksinə mən həmişə ona görə deyirəm ki, biz çalışıb bu futbolçuların yanında olmalıyıq. Bunları qorumağa saxlamalıyıq. Əlaqəsdə öz futbolçularımızın hansı ki, məsələn, bugün yenə qeyd edirəm ki, istər Rami Şeydayev olsun, istər Musa olsun, istər Nəriman olsun, istər digərləri olsun, hansı ki, bunlar oynamadıqca bunlar öz idman formasından uzaqlaşırlar. Yəni, bunlara psixoloji təzyiq, yəni həddindən artıq çoxdur. Ona görə biraz belə elə məqamlar var ki, bəlkə ola bilər ki, hansısa bir məqamda sizlə kobud danışanlar isə onları başa düşmək lazımdır. Çünki onların əsəbləri bəzən yerində olmur. Belə inşallah gələn dəfə deyərəm müsahibə verər, vaxt ayırar. Sağ olun. Çox sağ olun. Çox sağ olun.